İmmuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, boğaz infeksiyasına qarşı effektlidir, diş əti problemləri üçün faydalıdır, iştahını açır, həzmi tənzimləyir, qan azlığına, yuxusuzluğa qarşıdır, bəlğəmi təmizləyir, saçları möhkəmləndirir, çox şirin olmadığı üçün şəkər xəstələri də yeyə bilər. Qara tutun tərkibi A, B1, B2, B6, E, C, K vitaminləri, dəmir, sink, selen mikroelementləri, kalsium, natrium, maqnium, fosfor makroelementləri ilə zəngindir. Hipokalemiya zamanı qara tut yeməyin faydası çoxdur. Buna görə də həkimlər orqanizmdə kalium mübadiləsinin pozulmaları zamanı xəstələrə qara tutdan hazırlanmış ekstrakt təyin edirlər. Qara tutdan ürək xəstəlikləri və böyrək xəstəlikləri səbəbindən əmələ gəlmiş xroniki şişkinliklər zamanı istifadə edilir. Qara tutun tərkibində olan kalium bu xəstəliklərin əmələ gətirdiyi əlamətlərin aradan qalxmasına səbəb olur. Davamlı olaraq qara tut yemək təngnəfəsliyin aradan qalxmasına səbəb olur. Ürəkdə baş verən ağrıların azalmasına və ürək ritmlərinin normallaşmasına səbəb olur. Maddələr mübadiləsi pozğunluqları və qan azlığı zamanı da qara tut yemək faydalıdır. Faydasını görmək üçün ən azı 2 həftə müəyyən miqdarda tut yemək lazımdır. Qara tut mədə-bağırsaq sisteminin işinə də təsir edir. Qara tutu kal halda yedikdə ishalın kəsilməsinə səbəb olur. Tam yetişmiş tut isə bağırsaqları yumşaldır. Qəbizlik zamanı dəymiş tut, ishal zamanı isə kal tut yemək əlamətlərin aradan qalxmasına səbəb olur. Prostatit əlamətlərini aradan qaldırmaq və kişi gücünü bərpa etmək üçün qara tut yemək lazımdır. Bunun üçün 1 kiloqram qara tutun üzərinə 200 qram bal əlavə edilib, bir neçə gün soyuducuda saxlamaq və yatmazdan əvvəl bir xörək qaşığı yemək lazımdır. Qara tutun bakteriasit və antiseptik xüsusiyyəti var. Onun şirəsi ilə ağız boşluğu və boğazı qarqara eləmək iltihabın və ağrıların azalmasına səbəb olur. 2 xörək qaşığı qara tutun üzərinə 200 ml su töküb 4 saat saxladıqdan sonra içmək və ya onunla ağız boşluğunu yaxalamaq boğaz ağrılarının azalmasına səbəb olur. Əsəb gərginliyi, yorğunluq, yuxusuzluq zamanı qara tut dəmləməsinin faydası çox böyükdür. Bunun üçün 1 kiloqram qara tutu 500 ml suda zəif odun üzərində 30 dəqiqə qaynatmaq kifayətdir. Bu zaman rəngli maddə alınır. Soyuduqdan sonra bu maddənin üzərinə 300 qram bal əlavə edilib, yenidən 80 dərəcə Selsiyə qədər qızdırmaq və qarışımdan gündə 1 çay qaşığı olmaqla 3 dəfə içmək lazımdır. Həddindən artıq çox qara tut yemək ishala səbəb ola bilər. Yüksək təzyiqli xəstələrə, şəkərli diabet xəstələrinə çoxlu miqdarda qara tut yemək olmaz. Müxtəlif vitaminlər, minerallar, bioloji aktiv maddələr, pektinlər, təbii şəkərlərlə zəngin olan ağ tut bir çox xəstəliklər zamanı olduqca faydalıdır. Ağ tut faydalı dietik məhsuldur. 1. Ürək-damar sistemi xəstəlikləri zamanı və bu xəstəliklərin profilaktikası üçün ağ tut yeyin. Ağ tut ürək əzələsini və damarları möhkəmləndirir. Aterosklerozun inkişafının riskini azaldır. 2. Ağ tut nəfəs alma sistemində iltihabları azaldır. Bəlğəm gətirici təsirə malikdir. 3. Sidik qovucu təsirə malik olan ağ tut təzyiqi tənzimləməyə, ödəmləri azaltmağa kömək edir. 4. Əqli fəaliyyəti ilə məşğul olan insanlar mütləq ağ tut yeməlidir. Fosfor və qlukoz ilə zəngin olan bu yeməmeyvə beynin fəaliyyətini yaxşılaşdırır. 5. Ağ tut sinir sisteminə müsbət təsir edir. Stres azaldır, əhvalı yaxşılaşdırır. 6. Kalsium və fosforla zəngin olan ağ tut sümüklərin sağlamlığı üçün faydalı sayılır. 7. Ağ tut qaraciğer üçün çox faydalıdır.